Demək, bura Suraxanı rayonunun ərazisidir, amma Binə adlanan ərazidir də. Yəni, bu kanalizasiya borusu 4 gündür partlayıbdır. Bu kanalizasiya borusu demək hardan gəlir? Burada demək olar ki, burada kanalizasiya borusu yoxdur əslində. Amma binədə yerləşən bu Tubzon deyilən həbsxananın 17 saylı, 9 saylı, bir də 2 saylı türmənin kanalizasiyası bu haradısa bu o boruya bağlanıbdır. Bu boru 4 gündür partlayıb. Burada ifunətdən dayanmaq olmur. Evlərdə yaşamaq olmur. Antisanitar vəziyyət yaranıb. Ağır qoxu, insanların sağlamlığı və normal yaşayışı təhlükə altındadır. Bu məsələ ilə bağlı aidiyyatı qurumları dəfələrlə zəng edilməsinə baxmayaraq heç bir nəticə yoxdur. Nə gələn var, nə də maraqlanan. Məcbur qalıb bu problemi ictimailəşdiririk. Çünki görünür, vətəndaşın səsinə başqa cür diqqət yetirilmir. Aidiyyatı qurumlardan təcili tədbir görülməsini tələb edirəm. Burada baxın, görürsünüz necə kanalizasiya qaynayır, baxın. Burada baxın, o yandan göl yaranıb. Hətta buradan gecə insanlar piyada yol keçir, yaşadığı evlərə getmək üçün. Buradan bilməyən insan keçsə, burada batacaq, faciə baş verəcək. Yəni ki, bu baxın da, baxın, bu məsələ ilə bağlı heç kim maraqlanmır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdindədir. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə baxır. Suraxanı rayon İcra Hakimiyyəti, yerli kommunal və aidiyyatı xidmət qurumları heç biri nə gəlir, nə maraqlanır, heç kimin səsini eşitmirlər. Burada idən yayın günüdür. Oturmaq mümkün deyil. Baxın, görürsünüz necə partlayıb, qaynayır. Məcbur gəlmişəm, çəkim, ictimailəşdirim. Vətəndaşı məcbur eləyirlər ki, bütün problemlərini ictimailəşdirsin, həll yolunu tapsın. Başqa cür mümkün deyil.